Paytaxtda avtomobilin vurduğu piyada dünyasını dəyişib. Hadisə Gəncə prospekti 39 ünvanında qeydə alınıb. İlkin məlumatlara görə mini avtomobili ər və arvadı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Buradan keçirdiyim polis maşınları var idi, postpatrul xidmətinin əməkdaşları və bir xeyli tıxac yaranmışdı. Bir xanım idi, səhv eləmirəmsə, bir orta yaşlı xanım. Ölən qonşumuz idi, xanım idi. Xanım rəhmətə getdi, yoldaşda xəsarət almışdı, yaralanmışdı. Qonşumuzdur, sərqəli insanlar idi, hadisədir, nə bilim, kaş olmaz. Böyük bir faciə yaşandı burada, bir ailənin faciəsi yaşandı. Qonşumuzdur, tanıyırdıq. Maşın vurdu, yoldaşı dünyasını dəyişdi. Özü də xəstəxanaya apardılar, indi biz də qonşularla onların yanına gedirik. Kişi çox ağır yaralanmışdı, bəli, onu skora ilə apardılar, təcili tibbi yardımla apardılar. Yoldaşını da yəqin dəfn eləməyə aparırlar da. Qanlı yoldaşına burada suzad verdik biz, butulkaları yəqin görürsünüz də. Burada söykədik, o da şoka düşmüşdü. Heç hadisəni tam başa düşmürdü, hələ şokda idi. Təzə gəldi, çox gec gəldi. 50 dəqiqə, 45 dəqiqədən sonra gəldi çatdı. BMW markalı maşın vurmuş vurmanı, amma mən çatanda artıq o hadisə baş vermişdi, yəni mən burada gördüm xanımın cənazəsini. Avtomobil sürücüləri və sakinlər deyir ki, ərazidə belə hallar tez-tez baş verir. Səbəb isə yaşayış binasına gələn pilləkənin birbaşa avtomobil yoluna çıxmasıdır. Belə olan halda piyada sürücünü, sürücü də piyadanı görmür və belə ölüm halları baş verir. Çıxan elə buradan elə düz piyada keçidinə keçir. Çıxan uşaq, qadın hamısı elə buradan keçir. Bəli, riskli yerdir, çox riskli yerdir. Burada hadisə dəfələrlə olubdu, düzdür, belə olmamışdı, maşın qəzaları çox olurdu. Keçid znakı çatmamışdan olmalıdır. Burada düz qoyublar keçidin üstündə. Gələn sürücülər də qınamalıdır, görmür. Bir də işıqlandırma zəifdir, gördüyünüz kimi işıq da yanmır. İnsanlar da çıxan ki, pilləkən dərhal çıxırlar xəttin üstünə, qəza da belə baş verir. Yəni bu bəlkə də düzgün deyil burada bu xəttin olmağı. Deyirik. Fakt odur ki, belə hadisələr baş verir, ardıcıl baş verir, mütəmadi olaraq baş verir. Qabaqda məktəb var, uşaqlar o zebradan keçirlər, aşağıda məktəbimiz var, o tərəflər var. İşıqlarımızı tez-tez keçirirlər, gecə vaxtı gələndə işıqlar da keçir.